Salam, hər vaxtınız xeyir olsun Avtoidman verilişinin izləyiciləri və avtomobil həvəskarları. Bugün mən Aqil Cəbiyev Ford Klub servisinin əməkdaşı olaraq Usta Məsləhəti rubrikamızda sizə bəzi məsləhətlər vermək istəyirəm. Bildiyiniz kimi biz Ford avtomobillərə baxdığımız üçün adətən verdiyimiz məlumatlar da Ford avtomobillərlə bağlı olur. Amma bu verdiyimiz məlumatları digər avtomobillərdə şamil eləmək olar. Bugün mən bizə ən çox verilən suallardan olan sürətlər qutusundan bəhs eləmək istəyirəm. Sürətlər qutusu Ford Vision'larda əsasən sürətlər qutusu problemləri ilə yaxınlaşırlar və müraciət edirlər. Ən çox da suallar bununla bağlı gəlir. Hal-hazırda gördüyünüz kimi qarşımda iki sürətlər qutusu var. Hər ikisi Ford Vision'a aiddir və hər ikisində də biz təmir işləri görəcəyik. Sadəcə olaraq bir iki nüans var, onları sizə əlavə edeyim. Bildiyimiz kimi son illər ölkəmizdə avtomobil sahəsinə daha çox maraq artıb və buna görə də bu həm sevindirici haldır, həm də bunun bəzi mənfi nüansları var. Ustalar bu işə maraq göstərir, bu sahədə ustalar çoxalır. Bu da sürücülərin xeyrinədir ki, usta tapmaqda çətinlik çəkmirlər. Hal-hazırda qarşımda olan sürətlər qutusundan biri digər bir naşı ustanın qurbanı olub və biz onu hal-hazırda təmir eləmişik və birazdan da üzərinə quraşdıracağıq. Sürətlər qutusu, mən sizə bir məlumat vermək istəyirəm. Ford Vision'larda sürətlər qutusu ağıllı sürətlər qutusudur. Nəyə görə ağıllı sürətlər qutusudur? Bu sürətlər qutusu bəzən olur sizə deyirlər ki, bunu yağın dəyişəndən sonra və yaxud da müəyyən problemlər zamanı adaptasiya etmək lazımdır. Xeyr, bu sürətlər qutusu adaptasiya olunur, özü-özünü edir. Yəni siz avtomobili necə idarə edirsinizsə, həmən o sürətlər qutusu da sizin sürüş tərzinizə uyğun olaraq adaptasiya olunur. Bəs yağın və yaxud da filtrin vaxtı çatanda bunu bildirirmi? Xeyr, bildirmir. Yəni elektronik olaraq bildirmir. Amma mexaniki olaraq siz sürüş zamanı özünüzlə müəyyən sürətlərdə, 60-70 sürətlərində bunu hiss eləyə bilərsiniz. Müəyyən sürətlər var ki, həmən o sürətlər arasında sürücü özü də hiss eləyə bilər ki, sürətlər qutusunda problem yaranıb. Bundan əlavə avtomobilin kitabında da qeyd olunur və ustalar da tövsiyə edir ki, hər 50.000 kilometrdən bir bu sürətlər qutusunun yağı dəyişilsin. Əgər hər 50.000 kilometrdən bir vaxtı-vaxtında sürətlər qutusunun yağı dəyişilirsə, 150.000 kilometrə qədər də tövsiyə olunur ki, hal-hazırda sizə göstərəcəyim bu sürətlər qutusunun filtri dəyişilsin. Amma burada bir nüans var. Ola bilər ki, siz sürətlər qutusunun yağını vaxtında dəyişməmişsiniz, 100.000 kilometr sürmüsünüz və yaxud da 120.000 kilometr sürmüsünüz. O zaman sürətlər qutusunun yağını yox, filtrlə birlikdə dəyişməyiniz tövsiyə olunur. Filtr seçərkən orijinal olması mütləqdir. Nəyə görə orijinal olması mütləqdir? Çünki bu sürətlər qutusunun yağını dəyişmək üçün, filtrini dəyişmək üçün gördüyünüz kimi avtomobilin bütün traves kimi, bütün hərəkətli hissələr qoyulur yerə və sürətlər qutusu qoyulur yerə. Çünki həmən onun sürətlər qutusunun filtri, hal-hazırda da sizə göstərəcəyim sürətlər qutusunda görəcəksiniz. Sürətlər qutusunun filtri sürətlər qutusunun içərisindədir. Yəni bunu dəyişmək üçün sürətlər qutusu yerə qoyulmalıdır və açılmalıdır, filtri dəyişilməlidir. Yəni bu görünən iş az məbləğə də gəlmir, ona görə də həm də böyük zəhmət tələb edir, ona görə də bu boyda işi görüb filtri orijinal qoymamaq çox böyük yanlışlıq olar, ona görə də çalışın orijinal filtrdən istifadə edin. Bundan əlavə, orijinal filtrdən istifadə edin nəyə görədir? Çünki orijinal filtrdən istifadə edirsiniz, həmən o orijinal filtr daha yaxşı yağ süzücülüyü qabiliyyətinə malikdir. Orijinal filtr olmayanda və yaxud da üzərindəki köhnə filtr dəyişməyəndə avtomobildə müəyyən problemlər gəlir. Siz özünüz avtomobili idarə edərkən sürət qutusunda gecikmələr hiss edirsiniz. Həmən o gecikmələr də həmən o birbaşa yağla bağlıdır və yaxud da yağın əmələ gətirdiyi fəsadlardan filtrin tutulması ilə bağlıdır. Filtrin tutularkən nə baş verə bilər? Sürətlər qutusu ilə mühərrik arasında bublik kimi adlandırılan, sürücü dildə desək, bublik kimi adlandırılan bir hissə var. Həmən o bublik sıradan çıxma ehtimalı var. Çünki sürətlər qutusunun yağı filtri süzmür. Süzmədikdə bublikə lazım olan qədər yağ getmir və onun nəticəsində də bublik sıradan çıxır. Bublikin sıradan çıxması da bir nəzərinizə bir məqamda çatdırım ki, sürətlər qutusunun içərisində olan bütün detallar zəncirvari şəkildə bir-birinə bağlıdır. Yəni bir detalda problem yarandıqda, o bir detallarda da problem yaranması ehtimalı daha yüksəkdir. Ona görə də, məsəl üçün, hal-hazırda sizə göstərəcəyim bir detal var. Nəzərinizə çatdırım ki, bu detalı adətən çox yerlərdə yenisini tapmaq mümkün deyildi. Hal-hazırda bizim Ford Klub servisdə də var. Bu detalın adı yağ nasosudur. Sürətlər qutusunun içərisində olur. Yəni bu yağ nasosunun sıradan çıxma ehtimalı olur. Ondan əlavə
Korobkanın içərisində belə porşen kimi, yəni tac deyirlər buna, sürücü dilə desək, həmən bu tacda problem yaranır. Tacda da adətən problem yarananda tacın həmən bu hissəsində şayba kimi adlandırılan bir hissədir ki, həmən o hissədə çat əmələ gəlir. Yəni o təzyiqdən çatlayır. Və həmən o şaybanın özü də, yəni tac bütöv şəkildə dəyişilməsin deyənə, həmən o şaybanın özü də servisimizdə mövcuddur və yenisi ilə əvəz edirik. Bundan əlavə, korobkanın beyin kimi adlandırılan bir hissəsi var. Onun içərisində həmən bu əlimdə tutduğum plastinka kimi adlandırılan bir hissə var ki, o da müəyyən eroziyalara məruz qalır və onun üzərində hal-hazırda mən açıq vəziyyətdə yox deyə göstərə bilmirəm. Onun üzərində müəyyən şariklər olur və onlar da müəyyən dəliyi genişləndirir və plastinkanı da sıradan çıxardır. Yəni detallar var. Detallar servisimizdə mövcuddur. Hər bir detal hal-hazırda əlçatandır. Yəni həm qiymət, həm münasiblik baxımından, həm tapılmağı baxımından problem deyil. Yəni istənilən növ sürətlər kutusunu bir iş günü ərzində tam təhvil sürücüyə verə bilirik. Amma bizim bunları deməkdə sizə məqsədimiz, tək bir məqsədimiz ondan ibarətdir ki, siz bu həmən əlimdə göstərdiyim, bir qədər sizə izah etdiyim vəziyyətə çatmamaq üçün vaxtında avtomobilinizin qeydinə qalasınız. Yəni, avtomobilin vaxtında qeydinə qalanda hal-hazırda sizə sadaladığım bu detalların heç birinə ehtiyac qalmır. Sadəcə olaraq vaxtında yağını dəyişirsiniz, filtrini dəyişirsiniz və nəticədə də sağlam bir avtomobilə sahib olursunuz. Düşünürəm bu verdiyim məlumatlar sizin üçün yetərli oldu. Ünvanımız NZS qəsəbəsi Ford Klub Servis Xəzər TV-nin yanı. Təşəkkür edirik.